Salam. Bugün gəlin birlikdə insan təcrübəsinin ən sirli, ən maraqlı tərəflərindən birinə baş vuraq. Yəni yuxularımıza. Görəsən onların gizli dilini deşifrə edə bilərikmi? Gəlin elə hamımızın yaşadığı bir şeydən başlayaq. Yəqin sizə də tanışdır. Səhər oyanırsınız, yuxunuz o qədər canlı, o qədər real olub ki, amma heç bir mənası yoxdur. Tamamilə absurd bir şey. Bəs bunlar nədir əslində? Sadəcə beynimizin gecə yaratdığı təsadüfi şəkillərdir, yoxsa bəlkə də ən dərin mənliyimizdən bizə göndərilən gizli mesajlardır? Bilirsiniz, əsrlər boyu insanlar məhz bu suala cavab axtarıb. Kimisi yuxuları ilahi bir işarə sayıb, kimisi də sadəcə bioloji bir proses, bir növ səs-küy adlandırıb. Yaxşı, gəlin bu işə bir detektiv kimi yanaşaq. İlk ipucumuz isə hər gecə öz zehnimizdə baş verən o sirli tamaşadır. Düşünün bir, yuxuda təqib olunmaq, hündürlükdən yıxılmaq, dişlərinizin tökülməsi ya da heç hazırlaşmadığınız bir imtahana girmək. Bunlar çoxumuza tanışdır, elə deyilmi? Hər birimizə çox şəxsi gəlsə də, əslində təəccüblü dərəcədə universaldır bu yuxular. Bəs əgər bu qədər çox insan eyni şeyləri görürsə, bəlkə də bunlar heç də təsadüfi deyil. Yaxşı, indi gəlin məsələnin kökünə enək. Deməli, 20-ci əsrin əvvəllərində Viyanada Sigmund Freud adında bir həkim ortaya çıxıb, bütün bu anlayışları alt-üst edən, tamamilə yeni, hətta deyərdim ki, radikal bir fikir irəli sürdü. Onun əsas iddiası bu idi. Hər bir yuxu, hətta gördüyünüz ən dəhşətli kabus belə əslində şuur altına bastırdığımız bir arzunun gizli şəkildə həyata keçməsidir. Bəli, hətta bir kabus belə. Freydəyə görə zehnimizin bizim xəbərimiz olmayan gizli və çox güclü bir hissəsi var. Şuuraltı. Cəmiyyətin qəbul etmədiyi arzular, aqressiv fikirlər, ən dərin istəklərimiz, hamısı bax orada gizlənir. Yəni, yuxular əslində bu qadağan olunmuş düşüncələrin sərbəst qaldığı bir səhnədir. Amma bir şərtlə, onlar özlərini yaxşıca maskalamalıdırlar. Yaxşı, bəs bu maskalanmış mesajları necə deşifr edə bilərik? Bax, Freud bizə bunun üçün bir növ kod kitabı təqdim edir. O deyir ki, hər yuxunun iki fərqli qatı var. Deməli, birinci qat manifest məzmundur. Bu sadəcə yuxunun süjetidir. Yəni, səhər oyananda xatırladığınız o qəribə hekayə. Amma daha vacibi ikinci qatdır, latent məzmun. Bu isə o hekayənin altındakı gizli psixoloji mənadır. Yəni, bastırılmış arzunun və ya münaqişənin özü. Bəs zehin bu gizli, qadağan olunmuş mənanı bizim xatırladığımız qəribə hekayəyə necə çevirir? Freud bu prosesə yuxu işi deyir. Bu, sanki beynimizdəki bir senzor və eyni zamanda bir rejissordur. O, təhlükəli materialı alır və onu qəbul edilən bir filmə çevirir. Və bu rejissorun 4 əsas aləti var. Birincisi, o, qəbul edilməz arzunu götürüb şuuraltının dərinliklərinə sıxışdırır. Sonra o arzudan qaynaqlanan güclü emosiyanı əsl hədəfindən götürüb daha təhlükəsiz bir hədəfə yerini dəyişir. Üçüncüsü, o, qadağan olunmuş fikri bir simvolla, bir obrazla əvəz edir, yəni simvollaşdırır. Və nəhayət, bütün bu maskalanmış elementləri bir yerə yığıb, onlardan məntiqli bir hekayə, bir növ dram yaradır. Gəlin baxaq görək, bütün bu nəzəriyyə praktikada necə işləyir. Bunun üçün, elə bütün bu ideyaların başlanğıc nöqtəsi olan bir hadisəyə, Freudin özünün 1895-ci ildə gördüyü məşhur yuxuya nəzər salaq. Deməli, yuxunun süjeti belədir. Freud özünü bir ziyafətdə görür və orada pasiyenti İrmanı görür. İrma hələ də tam sağalmayıb və Freud içində peşəkar bir narahatlıq, bir günahkarlıq hissi keçirir. Amma sonra yuxuda çox maraqlı bir hadisə baş verir. Freud İrmanı müayinə edir və qəribə yaralar görür və birdən yuxudakı başqa bir həkim peyda olub deyir ki, İrmanın vəziyyətinin səbəbi Freud deyil, başqa bir həmkarının vurduğu çirkli iynədir. Freud oyanıb bu yuxunu təhlil edəndə hər şey aydın olur. Yuxunun əsl məqsədi heç də İrmanın səhhəti ilə bağlı deyildi. Əsl məqsəd Freudun arzusunu yerinə yetirmək idi. Yəni, İrmanın vəziyyətinə görə günahkar olmamaq arzusu. Çirkli iynə simvolu ilə yuxu bütün məsuliyyəti onun çiyinlərindən götürüb başqasının üzərinə atmışdı. Mükəmməl bir müdafiə mexanizmi. Freudun bu fikirlərinin təsiri təkcə psixologiya ilə məhdudlaşmadı. Daxili dünyamızın gizli və simvolik bir dili olduğu ideyası bütün müasir mədəniyyəti sənətdən tutmuş kinoya qədər kökündən dəyişdirdi. Baxın, Salvador Dali kimi sürrealist rəssamlar sanki birbaşa şuur altından gələn mənzərələr çəkməyə başladılar. Kinoda Luis Buñuel'dən tutmuş, müasir dövrdə Christopher Nolan'ın başlanğıc filminə qədər rejissorlar yuxu məntiqi üzərində qurulmuş dünyalar yaratdılar.
Ədəbiyyatda isə yazıçılar reallıqla yuxu arasındakı o bulanıq sərhədi kəşf etməyə başladılar. Sanki sənət üçün tamamilə yeni bir qita kəşf edilmişdi, şuuraltının peyzajları. Əlbəttə, Freydin bu fikirləri ilə hamı razılaşmırdı. Məsələn, onun tələbəsi olmuş Carl Jung yuxuları daha çox psixoloji balansı təmin etmək üçün bir vasitə kimi görürdü. Fromsa yuxuların bizim əsl mənliyimizlə danışan simvolik bir dil olduğuna inanırdı. Yəni, onlar üçün yuxular təkcə bastırılmış arzular deyil, həm də mənəvi inkişaf və özünü dərk üçün bir yol idi. Yaxşı, bəs bütün bunlar sadəcə köhnə nəzəriyyələrdir. Görəsən müasir elm bu barədə nə deyir? İşin ən maraqlı tərəfi də budur ki, müasir neyroelm təxminən 100 il sonra Freudin bəzi əsas fikirlərini təsdiqləyən bioloji sübutlar tapıb. Beyin skanları göstərir ki, biz yuxu görərkən, yəni REM yuxusu mərhələsində, beynimizin emosiyalara və yaddaşa cavabdeh olan hissələri, yəni limbik sistem, həddindən artıq aktiv olur. Eyni zamanda məntiqə, tənqidi düşüncəyə və özünə nəzarətə cavabdeh olan prefrontal korteks isə sanki sönür. İndi düşünün, emosiyalar tüğyan edir, məntiq isə arxa plana keçir. Bu, şuuraltı emosiyaların və xatirələrin heç bir filtr olmadan üzə çıxıb özlərini simvolik hekayələrlə ifadə etməsi üçün mükəmməl bir şərait deyilmi? Yəni, eyni ilə Freydin bir əsr əvvəl təsvir etdiyi kimi. Beləliklə, yekun olaraq deyə bilərik ki, yuxular heç də təsadüfi bir səsküy deyil. Onlar bizi ən dərin arzularımıza, ən böyük qorxularımıza və hətta gizli potensialımıza bağlayan zəngin, simvolik bir dildir. İstər Freud kimi bunu arzuların gerçəkləşməsi deyin, istər Jung kimi balans axtarışı fərq etməz. Əsas məsələ budur ki, yuxular zehninizin sizə özünüz haqqında danışdığı bir hekayədir. Yuxularınız əslində ən dərin mənliyinizdən sizə gələn mesajlardır. Onlar hər gecə sizə oyaq ikən görmədiyiniz tərəflərinizi anlamaq üçün bir fürsət verir. İndi əsas sual budur. Siz bu mesajları dinləməyə hazırsınız.